Pol da gördüğünüz kimi paketdir. Paket de bışısot paketdir. Bışısotdur. Canım sizə desin, evin hündürlüyü 4 metrdir. Hündürlüyü 4 metrədir. Canım sizə desin. Mənim üçün burada müəyyən şeylər var. Mənim üçün o indi inşallah alınan zaman danışılansın da bizi nəysə saxlayacağım inşallah. O sonraki söhbətdə. Klient olsun biz danışacağıq, razılaşacağıq. Belə bir bizim zalımız var. Yəni bir şey deyim sizə, qapılarımız çox keyfiyyətli qapılardır. Qapılar çox keyfiyyətli, özü hündür qapılardır. Hündür qapılardır. Yəni xoş gəlmişsiniz daha. Bizdə də indi burada sağ tərəfdə bizdə mətbəxdir. Mətbəxin bir gözəlliyinə baxın maşallah. Gözəl mətbəximiz var. Burada qabı yandı. Burada bizdə paltar yandı. Sonra bizdə bax burada o qaz plitəsi boş firmasınınkidir. Çox qiymətlidir, onu bilən bilir də, yəni keyfiyyətini bilir. Məncə bu xaladenik boş firmasınınkidir. Kondisioner Samsung'dur. Buradan da böyle gözəl bir panorama var. Evin qarşısına baxılır. Buradan da düz göl görsənir. Sonra necə televizor var burada. Televizor var. Geçen burada bizdə sağda sanitar qovşaqdır. Üzrsən burada ikinci mərtəbənin kollektor sistemidir. Kollektor sistemi buradadır. Kombine sistemi buradadır. Mərtəbədə üçüncü mərtəbə. Üçüncü mərtəbəninki ayrıdır, ikinci mərtəbənindir. Keçən bizə belə hamam tuvalete baxın, sanitar qovşağa baxın. Pol isti poldur. Görürsün nə yer istidir. Genişdir. Genişlik 4 metreden 4 metrede bizde böyle sanitar qovşağımız var. Keyfiyyətdən söhbət olunmaz. Mənim kabinetlarım İspaniş kabinetlardır. 3-cü mərtəbə hamam tuvaletin sanitar qovşağının kabinetları. O Braziliyasidir. Braziliyandır. Pol isti pol gördüğünüz kimi. Siz şey çəkərdiniz, patolog çəkərdiniz. Keçən 3-cü mərtəbəyə. Sonra pol taxta pləkan bizdə fıstıq, təmiz fıstıqdır. Yəni zövqə uyğun eləmişəm də yəni. Buranın tikintisi müsəlmanın düz bir il gedir. 2016-cı ildən 2017-yə də burada tikinti gedir. Tikinti dayanmıyor ha. Tikinti gedir. Bizdə belə bir otaqlardır. Birinci gecə bir otaqlar başlayalım. Birinci yatak otağı.